o ailədə əgər əxlaq, mənəviyyat gedərsə, yalnız hüquq mərkəzli olarsa ailə, kişi evə genəldə zavoda gəlir sanki, qadın kişidən sırf bir-birləri ilə bu cürlə münasibət qursalar, əxlaqla mənəviyyat o ailəni tərk eləsə, o ailə, elə biləm, çox, mən adətən təcrübəmdə də görüşdüyüm ailələr, dərdlərini danışan insanlar, yəni bu mövzularda mənə danışıblar, deyilib. Görmüşəm ki, o boşanmağın ən mühüm səbəblərindən də biri artıq o yoxdur. Yəni, fədakarlıq yoxdur, bir-birini üçün keçmək yoxdur, göz yummaq yoxdur, bir-birini anlamaq yoxdur, bir-birini bağışlamaq yoxdur, xırdaçıllıq. Bugün ən böyük problemlərimizdən biri, elə hər şeyin xırdalığına getmək. Amma təqaful anlayışı var dini mətnlərimizdə. İmkanın varsa elə bir heç görmədin. Yəni, görməzdən gəl. Görməzdən, biri var, mən sənə bağışladım, minnətdə qoyuram boynuna. Bir var, kərimanə rəftar eləyirəm. Elə səni bağışlayıram ki, sənin ruhun da incimir.